Salam hörmətli valideynlər. Bugünkü mövzumuz maraqlı bir mövzudur. 2 yaşlı uşaq danışmır. Sadəcə səs çıxardır. Bu valideynin bizə sorğusudur. Hörmətli valideynlər, bu çox yayılmış haldır. 2 yaşında uşaq danışmır, müxtəlif səslər çıxardır. Amma bunu diqqətdən kənar saxlayarıqsa inkişaf gecikməsinə səbəb olur. 2 yaşında uşaq ən azı 20-dən 50-yə yaxın söz bazası olmalıdır. İstəklərini sözlərlə deməyə başlama mərhələsidir. Əgər uşaq sadəcə səslər çıxarırsa, baxış kontaktı zəifdirsə, göstərişlərə cavab vermirsə, bu həm nitq gecikməsi, həm eşitmə problemi və ya da sensor inteqrasiya çətinliyi ilə bağlı ola bilər. Əslində burada narahat olmağa dəymir, çünki bu artıq çox erkən bir dövrdə müdaxilə etmək mümkündür. Burada da çox gözəl effekt verir. Sadəcə uşağınızla çox danışın. Onun səslərini təkrarlayın. Ekranlardan uzaq tutun. Məsləhətdir ki, ekranlardan 0 yaşla 3 yaş arası TV-də, planşetlərdən uzaq tutmaq lazımdır. Mütləq mütəxəssis qiymətləndirməsinə gətirin. Unutmayın, danışmaq zaman məsələsidir. Amma stimulyasiya bu prosesi sürətləndirir. Timmed Uşaq İnkişaf Mərkəzində hər uşağın səsini tapmasına köməklik edirik. Təşəkkür edirəm. Növbəti videomuzda görüşənədək.